O xalqın klasın bomboşdur. Heç nə yoxdur. Bu nədir? Pul qalmadı evə bazarlıq eləməyə. Necə pul qalmadı? Səhərdən axşama salondasan. Danışanda deyirsən müştəri elə, müştəri belə. Hanı bəs o pullar? İşlətdiyin telefonun dünən kreditin vaxtı idi, onu da ödədim. Başa düşmədim. Elə də deyirsən ki, ödədim. Ödəməlisən də. İşləyən sənsən bir dənə. Yəqin ki, xəbərin var. Sən də bir iş tapıb işləsən pis olmaz. Mən çatdıra bilmirəm tək başına. Uca mama gilləndə üzüm yoxdur pul istəməyə. Mənə ağıl öyrətməyə yaxşı. İş var işləyim. Harda işləyim? Evə 5-10 manat pul gətirsən deyə elə də minnət eləyirsən ki. Heç nə, daha sənin sözüm yoxdur. Nə sözün olasıdır ki? Elə bu deyinməklərin bəs eləyir də. Zibil, siqaret də yoxdur. Harayığım bu qədər dərdi. Mənim dərdim dünya qədərdir. Məni düşünən bircə nəfərdir. Onu da təkcə güzgüdə görürəm.